Salam dostlar, bugün sizlerle birlikte POC öyrənəcəyik. Hansı ki, mənə görə marketin, yəni bilinməsi belə desək, ən vacib mövzulardan biridir. Hansı ki, market belə bu yön üzrə gedir. Hansı ki, POC-nin açılışı accumulation, manipulation və distribution. Hansı ki, bunları belə Azərbaycanca yazsaq akkumulyasiya olur. Hansı ki, qiymət bu yerdə, məsələn, bura bizim accumulationımız olsun deyək. Məsələn, qiymət hər iki tərəfə də belə desək, support and resistance arasında gedib gəlir. Məsələn, qiymət burada hərəkətin eləyir. Məsələn, belə eləyir. Belə gedir, belə gəlir, belə gedir, belə gəlir. Yəni hər iki tərəfə də belə desək, likvidasiya yığır. Belə düşdünüz? Yəni likvidasiya yığır. Bunları verginin içinə salım. Hər iki tərəfə də likvidasiya edir. Manipulasiya haçan gəlir? Məsələn, buna accumulation edir, düzdür? Manipulasiya haçan gəlir? Manipulasiya o vaxt gəlir ki, məsələn, belə olanda. Məsələn, deyə bunu qırmızı ilə işarə eləyək. Bu isə bizim manipulasiyamızdır. Qiymət artıq burada məsələn bunun altında qırır və bir çox insan artıq fikirləşir ki, bu aşağı gedəcək. Mən ki, buluram short pozisiyası olanlar, stopda qolar. Məsələn, bura 2 arar hədəflilər. Məsələn, hansı ki gedib stop alırlar həmin vaxtı. Amma burada belə bir şey var ki, biz manipulation eləyirik. Yəni biz likvidasiya toplayacağıq. Sonra isə öz mövqeyimizə gedəcəyik. Hansı ki bu bizim distribution'dır. Yəni sonra isə belə əsas hərəkətimizi göstərəcəyik. Ona görə məsələn burada distribution olsun deyək. Distribution olsun. Məsələn burada distribution'dır, düzdür? Yəni accumulation, manipulation və distribution. Məsələn aşağı doğru manipulyasiya elədik, distribution yuxarıya doğru gəlir. İndi mən sizə bunu göstərim və qısaca bu arada bu POC-yə AMD deyirlər. AMD-də dediyim kimi accumulation, manipulation, yəni option bunun açılışıdır. Distribution sadəcə bunların baş hərfləridir. Option. İndi gələk bugünkü ən belə gözlə görülə biləcək bir nümunəyə. İlk öncə gedirik 1 saatlıq və 4 saatlıq bir fair value gapımız falan var, ona baxırıq. Məsələn 1 saatlıq fair value gapım var burada, düzdür? Mən buranı işarətləyirəm. Bu işarətləyəndən sonra gəlirəm görürəm ki, yəni bu arada accumulation, manipulation, distribution'ı siz lobay vaxt götürə bilərsiniz, amma ən belə yüksək ehtimallı olanlar hansı ki fair value gapının içərisinə, yəni məsələn 1 saatlıq, 4 saatlıq fair value gapının içərisinə və ya 15 dəqiqə fair value gapının içərisinə manipulyasiya eləyəndə olur. Məsələn də burada baxın bir dənə. Məsələn bura akkumulyasiyadır. Nəyə görə? Çünki qiymət iki tərəfədir, yəni belə desək, nə belə düzgün şəkildə işləm vermir də. Məsələn gəlir burada trend line likvidasiya yaradıb da, düzdür? Gəlib bunları qıracaq yuxarıya doğru. Sonra isə mənə short işləm verəcək təbii ki. Məsələn bura məndə akkumulyasiyadır, düzdür? Onu belə şey eləyim qara. Bura məndə akkumulyasiyadır. Məsələn bura artıq məndə manipulyasiyadır. Bura artıq mənim üçün manipulyasiyadır. Bu manipulyasiyanı görəndən sonra artıq mən hansı ki mən fair 1 saatlıq fair value gapimə gəldi, düzdür? Imbalance gəlib. Mən buradan artıq short işləm baxacağam təbii ki. Hansı ki belə, yəni 2 arar fix götürəcəm məsələn deyək ki. Bura yaşıl. Məsələn gəldim burada bu fair value gapının içərisinə çəkildikdən sonra gördüm ki, akkumulyasiya, manipulyasiya gəldi yuxarıya doğru. Fair value gapının içərisinə çəkilmişik və burada bir də bizə bir inversion fair value gap verib, IFVG verilib. Nəqə. Məsələn bu çox pis rəngi, çox pis oldu. Sadəcə. Məsələn bu inversion fair value gap verib də artıq mən bu inversion fair value gapın bağlanışından, məsələn burada bağlayır da normal. Bağlanışından mən artıq girəcəm. Hansı ki stopum burada və ya buradakı body ata bilərsəm, amma body atmanız çoxdur təbii ki görünmür və ya rejection bloku olaraq olduğu üçün indi rejection bloku izah edəcəm. Hələlik bu swing high'da saxlamamız ən yaxşısıdır. Və ya biraz daha üstünə ata bilərsiniz. Məsələn buralara ata bilərsiniz body tərəfə ki birdən gələr 1 pips falan gəlib götürüb gedə bilər.
Məsələn, sonra da nə edəsiniz? 2 arar fix, tak, TP. Accumulation, manipulation, distribution tam olaraq budur. Accumulation'ımız oldu, manipulation'ımız oldu, distribution'ımız oldu. Giriş yerdə inversion fair value. İlk öncə inversion fair value qəpdə nədir onu izah edeyim. Məsələn, biz fair value qəpə nə demişdik? Yəni 3 dənə ardıcıl olaraq belə göstərim ən yaxşı qrafda. Məsələn, 3 dənə ardıcıl şam atıbdır, düzdür? Əgər bizdə fair value qəp bullish yönlüdürsə, hansı ki yuxarıya gedən trend yönündədirsə, onda bizim birinci şamın high ilə, yəni ən yuxarı hissəsi ilə üçüncü şamın, yəni 1, 2, 3, üçüncü şamın ən aşağı hissəsinin arasında qalan gövdə hissəyə biz fair value qəp deyirik. Məsələn, gördüyünüz kimi ən aşağı hissəsi budur, üçüncü şamın. Ən yuxarı hissəsi isə birinci şamın buradır. Və bunun arasında qalan hissə isə bizim fair value qəpimiz. Hansı ki gördüyünüz kimi bura məsələn fair value qəpdə qiymət gəlib buraya doğru. Nə demişdim mən? Accumulation, manipulation, distribution. Qiymət gəlib məsələn 1 dəqiqəlikdə çox böyük ehtimalla bura doğru bir manipulyasiya verib. Yəni tapacağam yox. Həm. Qiymət gəlib bura doğru məsələn qiymət məsələn gəlib bura doğru bir gördüyünüz kimi nədir bu? Nə demişdik? Accumulation, phase, manipulation, hansı ki burada bunun altında qırılım verdi və bir çox insan artıq short getməyə fikirləşdi. Manipulation, hansı ki mən nə demişdim? High time frame, yəni məsələn high time frame demək bu artıq 5 dəqiqəlik ya 15 dəqiqə fair value qəpi, düzdür? 5 dəqiqəlik fair value qəpi. Məsələn fair value qəpinin içərisinə gəldi, manipulyasiyasını elədi. Nə edəcəyik indi? Təbii ki biz buradan inversion gözləyib girəcəyik işləmə. Məsələn, buradakı bu inversionun bağlanışından giririk işləmə. Məsələn, burada da bağlanışı. Gəldik, girdik, 2 arar hədəfləyirsən, bomba kimi, hətta daha çox verir, bomba 2 arar, tamam. Gəldi, TP'miz, əla, günü bağlayıb gedirsən. Yəni, bu qədər sadədir, yəni bu PVC. Akkumulasiya var, hansı ki 2 tərəfə də işləm vermir. Sonra gəldi manipulyasiya elədik, altında qırılımı verdik və bir çox insan fikirləşdi ki, artıq short gedəcək. Sonra isə inversion fair value qəpdən birbaşa yuxarıya doğru bir işləm götürdük. Sonra, nə deyirdim? Deməli, nə demişdik? Fair value qəp buydu, düzdür? Bəs yaxşı, bunun bearish olan variantı nədir? Bearish olan variantı isə yenə eyni şəkildə. Bu birinci şamımızdır, bu ikinci şamımızdır, bu üçüncü şamımızdır. Bu da birinci şamımız idi, bu da ikinci şamımız idi, bu da üçüncü şamımız, düzdür? Birinci şamın, belə desək, ən aşağı hissəsi ilə üçüncü şamın indi ən yuxarı hissəsinə baxadıq. Yəni, hansı ki buralardır. Baxın, belə edeyim. Hansı ki buralardır. Görürsünüz. Məsələn, nə dedik? Birinci şamın ən aşağı hissəsi ilə üçüncü şamın ən yuxarı hissəsi və arasında qalan hissə yenidən bizim fair value qəpimiz olur. Hansı ki bu bearish olanda. Bearish fair value qəp. Bearish fair value qəp. Bullish fair value qəp. Və əgər biz bunu gövdə ilə bağlayarıqsa, yəni hörmət eləməliyiksə, hansı ki burada hörmət eləmişik, yəni respekt eləmişik, sonra getmişik yuxarı, düzdür? Biz çünki aşağı time frame-ə düşdük, hansı ki 1 dəqiqəlik, 1 dəqiqədə bir IFVG gördük, IFVG-dən sonra getdik. Məsələn, burada gördüyünüz kimi, buradakı bu bearish fair value qəpə respekt eləməmişik və inversion fair value qəp eləmişik. Buradan artıq məsələn long girənlər məsələn olardımı bilmirəm. Yəni bilmirəm. High time frame falan bir şey var. Əslində girmək olardı. Çünki məsələn burada da nə gördük? Accumulation, manipulation, hansı ki bu biraz çox gedibdir. Hansı ki burada qırılım verib, bura manipulyasiyamız da artıq bizim. Hətta buranı götürə bilərik. Tam bura, bu hissə bizim manipulyasiyamızdır. Bu manipulyasiya gələndən sonra nə edibdir? Inversion fair value qəp verib artıq long üçün getməyə hazırıq. Burada bağlayıbdır, burada bağlayıb. Yəni buradan artıq giriş götürmək üçün ən yaxşısı buranı gözləmək olar. Stopunuz yenə manipulation şeyində və 2 arar hədəfləyirsiniz. Hansı ki gəlibdir.
Hansı ki buradan da bir dənə götürsəydiniz 4 arana bağlayırdınız günü. Dediyim kimi inversion fair value gap'də, yəni FVG artıq respekt edilmədiyini göstərir. Yəni order flow-un dəyişdiyi. Order flow da nədir? Yəni məsələn buy gedir market, bir də görsən ki sell döndü. Onda heç nə. Məsələn, burada artıq accumulation, manipulasiya eləyəndən sonra bura inversion nədir? Yəni IFVG elədi. IFVG eləyəndən sonra nə gözləyəcəm? Təbii ki, digər yönə doğru işləm atacağam. Məsələn, bu artıq bullish yönlü bir inversion fair value gap üçün idi. Məsələn, bearish yönlü bir inversion fair value gap harda var? Bir dəqiqə baxaq. Bullish, bearish. Məsələn, burada. Burada məsələn bearish inversion fair value gap. Təbii ki, hər fair value gap'dən mütləq şəkildə yəni götürmür. Yəni məsələn buradakı inversion fair value gap'i götürərdimmi? İnanmıram, çünki yuxarıya doğru yaxşı bir manipulyasiya verməyibdi. Məsələn burada bearish yönlü bir inversion fair value gap'dır, hansı ki bullish'i artıq respekt eləməyib və gövdə ilə bağlıdır. Mütləq şəkildə gövdə ilə bağlamalıdır. Yəni iynə ilə bağlaması belə desək bizim üçün vacib deyil. Baxmır. Onda respekt edir. Məsələn burada gördüyünüz kimi əslində accumulation gəlibdir, manipulation gəlibdir. Amma bizim high time frame biasimiz önəmlidir. Dostlar, bu qədər, yəni PO3-dən bu qədər accumulation, manipulation, distribution izah elədiyim kimi isə və bunu mütləq şəkildə yəni qeyd edin, öz strategiyanız varsa, yoxdursa və ya bunu strategiyanız kimi işlədə bilərsiniz. Və bu qədər demək istədiyim, gələn videolarda görüşmək üzərə.